Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün evde sadece 20 dəqiqəyə heç bir xüsusi metoddan və termometrdən istifadə etmədən ən ideal karameli necə hazırlamaq lazımdır, onu paylaşıram. Bunun üçün əvvəlcə siropu hazırlayıram. Qazancaya 100 qram şəkər tozu və 30 ml su əlavə edib ocağa yerləşdirirəm. Silikon qaşıq yardımı ilə şəkər tozu əriyənə qədər 1-2 dəfə qarışdırıram. Bu proses orta odda davam edir. Şəkər tozu tamamilə əridikdən sonra sirop qaynamağa başlayır və tam olaraq kəhraba rəngi alana qədər qaynatmağa davam edirik. İstifadə edəcəyiniz qazancağın alt hissəsi mütləq qalın olmalıdır. Əks halda sirop istədiyimiz rəngə çatmamış yanacaq. Karameli hazırlamaq biraz səbir tələb edir. Ona görə tələsmirik və yavaş-yavaş hazırlayırıq. Sirop artıq qaynayıb qatılaşmağa və rəngini dəyişməyə başlayır. Sirop qaynamağa başladığı andan etibarən 100 ml 33% qaymağı ocağa yerləşdirib yaxşıca qızdırırıq. Sirobun qaynayıb rənginin necə dəyişdiyini görməniz üçün bu hissələrini tezləşdirirəm və kəsmirəm. Sirop qaynayır və artıq istədiyimiz rəngi almağa başlayırıq. Bu zaman ocağı minimuma endirmək lazımdır. Əks halda sirop yana bilər və yanan siropla alınan karamelin dadı acı olur. Qaynar qaymağı elə bu andaca 1-2 dəfəyə sirobun üzərinə əlavə edib qarışdırmağa davam edirik. Bu proses zamanı qabarcıqlar yaranıb ətrafa sıçraya bilər. Bu çox normaldır. Dayanmadan ehtiyatlı bir şəkildə qarışdırmağa davam edirik. Ocağın altını tamamilə söndürüb, qarışımı təxminən 1-2 dəqiqə bu şəkildə qarışdıra-qarışdıra bişiririk. Ocaqdan götürüb üzərinə 30 qram kərə yağı əlavə edirik. Əgər duzlu karamel sevirsinizsə, kərə yağı ilə birlikdə zövqə görə duz da əlavə edə bilərsiniz. İsti şəkildə karamel çox duru görsənir, amma soyuduqca qatılaşmağa başlayır. Və bu da nəticə artıq karamelimiz hazırdır. Ağzı germetik bağlı bir bankanın içərisində soyuducuda 2 həftəyə qədər saxlaya bilərsiniz. Bu şəkildə qovrulmuş yer fıstığı ilə qarışdırıb Snickers tortlarınızın arasında asanlıqla istifadə edə bilərsiniz. Ümid edirəm ki, faydalı bir video olar. Siz də mənə dəstək olmaq üçün kanalıma abunə olub videolarımı bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.